Vaxtınız xeyir olsun. Necəsiz? Avtomobilləriniz necədir? Yaxşısınız inşallah. Avtomobilləriniz də yaxşıdır. Bayramınız mübarək olsun. Neçə belə bayramlara çıxasınız. Qoy bu baharın gəlişi sizə bol ruzu bərəkət gətirsin. Ramazan bayramı hamımızın süfrəsini ruzi ilə doldursun. Can sağlığı, uzun ömür arzulayıram hamıya. İndi isə gələk avtomobilin xaricdən sifariş verilməsinə. Mən artıq dəfələrlə bu mövzu barəsində danışmışam. Bilmirəm, indi də bu mövzu barəsində danışmağın yeri var, yoxsa yoxdur. Qardaş, mən elə fikirləşirəm ki, xaricdən avtomobili alanda qarşıdan dəymiş avtomobildən bir balaca uzaq olmaq lazımdır. Bax, qarşımda gördüyünüz Elantra 2022-ci il modeldir. 1.6 turbinli mühərrikdir. Avtomobil qarşıdan zərbə alıb. Yəni orada hər şey qaydasında göstərir, nə bilim filan beş mekan. Amma yekun nəticədə avtomobili gətirəndə, idarə eləyəndə, sürəndə və görürsən ki, xırda-xırda nasazlıqlar çıxır qarşıdan dəydiyinə görə. İndi mən sizə məsələn bu nasazlıqlardan bir neçəsini göstərmək istəyirəm. Bir neçəsini göstərmək istəyirəm. Elə üçünü göstərərəm, bəs eləyər. Üçü elə nəyə desəz burada dəyir də. Birincisi, bu avtomobil qarşıdan dəyəndə deməli, bax, interkullerin borusu altdan yırtılıb. Deməli, bax, təmir olunub. Bu tərəfdə də, bax, görürsünüz, bax. Görürsünüz, burada da calaq var, gördünüz. Təmir olunub. Sonra, yenə də avtomobil yerimir. Sonra aşkarlayırıq ki, burada bir yırtığı var. Yekə bir yırtığı var idi burada, belədir. İndi belə hələlik kustar üsulundan yamamışam. İnşallah patrubkanı tapsaq və yaxud da ki, arqona versək, düzəldəcəyik. Yaxşı ki, bypass sınmayıb. Turbinin bypası sınmayıb. Burası belə. İndi gələk sürət qutusuna. Sürət qutusu burada mexaniki deyil. Yenə də avtomobil bu tərəfdən zərbəni öz üzərinə götürdüyünə görə. Baxın burada, məsələn, görürsünüz, korobkanın dibindən, sensorun dibindən bu sınıb. Gördünüz, bax, sınıqdır. Bax, necə sınıb, necə əzilib, sınıb. Sonra, bu ikisi, bax, buradan kranşteyn əyilib, görürsünüz, bax, necə qatlanıb aşağıda. İndi sizə turbinin öz sensorunu göstərmək istəyirəm. Gözləyim bir dəqiqə. Növbəti nasazlıq turbinin sensorudur. Bax, gördüyünüz kimi turbinin sensoru ortadan paralanıb, beləncə. İndi mən bunu dartıb bir-birinə yapışdırmışam, amma sensorun pinləri yəqin ki, içindən qopub. İndi baxacaq, görüm əgər təmir eləmək mümkün olsa, təmir edəcəm, eləmək mümkün olmasa dəyişdirəcəyik. 99% dəyişiləcək. Və beləliklə yavaş-yavaş xırda-xırda xərclər çıxır. İndi məqsədim nədir bu videonu çəkməkdə? Avtomobili sifariş eləyəndə, çalışın ki, avtomobil qarşıdan zədə almasın. Yəni, indi olur. Məsələn, sifariş versiniz, qapısı zədəli gəlir, arxa qanadı zədəli gəlir, şüşəsin biri olmur, nə bilim, olsun, böyürdən atır, airbag çıxılmış olur. Eybi yoxdur da, indi hamı istəyir ki, belə deyək, ucuz başa gəlsin ona. Amma belə şeylər ucuz başa gəlmir. İndi biz hələ smoke test nəticəsində burada deşik böyük olduğuna görə müəyyən bir, belə deyək də, digər yerlərdə olan deşiyin vəziyyətini aşkar eləyə bilməmişdik. İndi bunu bağlayandan sonra bir neçə dənə deşiyi yamamışıq. Bu tərəfdə, o tərəfdə yamamışıq. İndi interkullerin öz vəziyyətini müəyyən edəcək. Baxaq görə interkullerdə vəziyyət necədir. Hələ bunu biri yamayaq. Ondan sonra kollektorun altdan zədəsi olub, oranı yamayıblar. İndi nə dərəcədə yaxşı olacaq, pis olacaq, onu bilmirəm. Yəni, belə şeylərə fikir vermək lazımdır. Çalışın ki, avtomobili sifariş verəndə yenə də təkrar edirəm, təkrar vurğulayıram. Avtomobil qarşıdan zədəsiz gəlsin. Çalışın, başqa yerlərindən zədə olsa da olar, amma qarşıdan zədə bir balaca baha başa gələcək sizə. Ona görə də ucuza qaçıb özünüzü böyük xərcə salmayın. Qardaş deyir ki, artıq 2000-2500 manat, elə dedi də, 2000-dən yuxarı dedi ki, xərcləmişəm, hələ də əmələ gəlmir. Qardaş, bəs bunun malyarı filan, nə bilim, kraskası filan, çox baha başa gəlir. Belə şeyləri nəzərə alın, sifariş verəndə.
Deməli, bu sayaq təmir elədim bu sensoru da indi. Görsənmir. Bu aşağıdakı pinlər bir balaca çətindir işləmək. Amma çətin olsa da mümkündür də. Primçik atmışam belə hər ayağıdan. İnşallah işləyər. Qapağını da bağlayıb germetikləşdirib. O birisi sensoru da. Daha doğrusu o birisi klapan imiş. Söktük, klapan çıxdı. Bunu da beləcə düzəltmişik. İşləyəcək bu da. Heç nə aldırmırıq da. Qıbı qarajda heç nə almır, qardaş. Sən baxaq görək nə edirik. Sonra ikisini də təmir edib. Mexanika deyib, qırıbqa. Yəni, elan transferə bağlamışam. Sürdüm maşını, maşallah, yəni canavardır da, canavar. Yəni, kodları da oxuyuram, gördüyünüz kimi kodu yoxdur. Hər şey qaydasındadır, sensoru da qəbul edib. Sahibi ilə bir yerdə sürdük, maşallah, yəni maşallahsı var da, yəni bir dənə. Yəni maşın deyim sənə ki, yəni necə gedir? Yəni necə gedir ilahi pərverdigarım? Maşallah. Sağlıqla sürsünlər. Hər iki sensor təmir olundu. İndi məsələ nədir də? Yenə də deyirəm, yəni təmir eləməyə görə də pul alırıq da. Məsələ odur ki, qabaqdan dəyməsəydi heç bunları təmir eləməyə ehtiyac olmayacaqdı. Yəni xeyli xərc çıxıb da. Eybi yox da. İndi nə olacaqsa alınıb da düzəltmək lazım idi. Görək. Vəssalam. Maşallah, maşallah. Heç nə, bu avtomobillə bu qədər. 112 ilə. Müntəzəm babin yanır bu hissədə. Babini 2 dəfə dəyişiblər. Bu babin, ikinci silindrin babini 2 dəfə dəyişiblər. Müntəzəm babin yanır. Deməli, maraqlı olmayıb ki, babin niyə yanır? İndi mənə maraqlıdır, babin niyə yanır? İndi istəyirəm sveçanın birini açım. Alışdırma şamının birini açaq. Deyəm, baxaq görək. Vəziyyət nə yerdədir? Birinci silindirdən, birinci yuvadan açaq. Babin niyə yansın ki? Babin ona görə yanır ki, skranı boşaltır da. Ya da ki, yüksək gərginliyi filan gəlir. Amma Mercedesdə elə şeylərə rast gəlməmişəm. Oha. Gördüyünüz kimi demək olar ki, elektrod yoxdur. Elektrod olmasa əlbəttə ki, qığılcım bu aralığı yarıb keçə bilmir. Bu aralığı yarıb keçə bilmədiyinə görə qığılcım babini xarab eləyir. Hayda. Bu etinasız münasibət məni boğaza yığıb da konkret. Yəni bunu dəyişirsənsə, bunu da aç bax da görək bu niyə görə yanır. Qalan 5 dənə alışdırma şamlarını da çıxartdım. Heç birinin elektrodu yoxdur. Birinin də bortunda beləcə bir proboy var. Görəsən bu babin niyə yanır? Yəni bu babini aldıranda məncə buna baxmaq olar da. Yəni belə də böyük bir çətin bir şey deyil axı, yox. Çətin deyə bu mühərrikdə başa düşdüm, amma yəni eləməsən bəs işini tamamlamışsan axı, tamamlamırsan axı. Nə bilim valla. Olmaz belə münasibət.